Salam. Bu videoda kub və kuboidin səthinin sahəsi mövzusuna baxırıq. Araşdırma müzakirə hissəsindən başlayaq. Lalə və Samir ağ kağızdan şəkildəki fiquru kəsib kubu düzəltdilər. Sonra onlar bu fiqurun bütün üzlərini qırmızı boya ilə rənglədilər. Sualda da bizə verilir ki, fiqurun rənglənən üzlərinin ümumi sahəsi nə qədərdir? Bunu necə tapmaq olar? Biz bilirik ki, kub 6 hər bir üzü kvadrat olan 6 üzü var kubun. Bizdə də kubun açılışı verilib, 6 ədəd kvadratdan ibarət olan və hər birinin də bizə tərəfi 10 sm olaraq verilib. Yəni, sahəsini nə qədər tapmış olarıq? Hər kvadratın sahəsi 100 kvadrat santimetrdir. Kubun da 6 ədəd əgər üzü varsa və hər bir üzü kvadratdırsa, hər bir üzünün sahəsi 100 kvadrat santimetr olar. Fiqurun rənglənən üzlərinin ümumi sahəsini soruşur. Kubun hər bir üzü rənglənib qırmızı boya ilə. Yəni, altını 100-ə vururuq. Kubun 6 üzü var. Hər üzünün də sahəsi 100 kvadrat santimetrdir. Altını da vururuq 100-ə. Boyanan ümumi sahə olur 600 kvadrat santimetr. Keçək öyrənmə hissəsinə. Kubun səthinin sahəsi. Kubun tam səthinin sahəsi onun üzlərini təşkil edən 6 kvadratın sahələri cəminə bərabərdir. Məsələn, tili 4 sm olan kubun tam səthinin sahəsini belə tapmaq olar. S bərabərdir 6 ədəd, bir üzü kvadratda axı, 6 ədəd kvadratın cəmini tapırıq. Kubun sahəsini tapmaq üçün. Eyni ilə də 6-nı bir kvadratın sahəsinə də vurmaq olar. Toplamaq əvəzinə. Yadda saxla hissəsinə də baxaq. Kubun səthi 6 kongruent bərabər deməkdir, eyni deməkdir. Kubun səthi 6 kongruent kvadratdan ibarət olduğundan bir üzünün sahəsini tapıb 6-ya vurmaqla kubun tam səthinin sahəsini tapmaq olar. Az əvvəl dediyimiz kimi, yəni toplamaq əvəzinə birbaşa 6-ya vurmaq olar. Tili A olan kubun tam səthinin sahəsi bu düsturla hesablanır. S tam bərabərdir 6 vurulsun A kvadratı. Başlayaq çalışmalara. Kubun tam səthinin sahəsini onun üzlərinin sahələri cəmini tapmaqla və düstura əsasən hesablayın. Bizə nümunədə kvadratının tərəfi 5 sm olan bir kub verilib və onun açılışı. Həllində də S kvadratı tapırıq birinci, daha sonra S tamı 2 üsulla tapırıq. Birində 6 ədəd kvadratın sayəsini toplamaqla kubun sayəsini tapırıq. Digərində isə birbaşa 6-nı kvadratın sayəsinə vururuq. Gəlin başlayaq A variantından. Birinci S kvadratı tapaq. S kvadrat bərabərdir 1-in kvadratı, yəni 1 kvadrat santimetr və S tamı tapaq. S tam bərabərdir 6 ədəd 1-i toplayırıq və S tamımız edir 6. Digərində də S kvadratımızı 6-ya vururuq və yenə də edir 6 cavabımız. Baxaq B-yə. Kvadratın tərəfi 3 cm-dir. S kvadratımız olur 3-ün kvadratı, yəni 9 kvadrat santimetr. S tamı da tapırıq. 9-u vururuq 6-ya. Olur 54 kvadrat santimetr. 6 ədəd toplamanı digərlərində eləməyəcəm. C variantında da baxaq. S kvadrat bərabərdir 0,8-in kvadratı. Yəni 0,64. S tamı da tapmaq üçün 0,64-ü vururuq 6-ya. Cavabımız eləyir 3,84. Keçək ikinci tapşırığa. Kubun səthinin sayəsini tapın. A variantında kubun bir tərəfinin, yəni kvadratının tərəfi 2 metr verilib. S kvadratı tapaq. 2-nin kvadratı, yəni 4 metr kvadrat. S tam isə bu tərəfin 6 qatı, yəni 24 kvadrat metrdir. B variantında S kvadrat bərabərdir. Gəlin bunu onluq kəsir şəklində yazaq. 1,5 santimetr. 1,5-in kvadratı, yəni 2,25. S tam isə bunun 6 qatıdır. Yəni 2,25 vurulsun 6. Cavab eləyir 13,5. Burada da cavabımız olur 13,5. Baxaq C variantına. S kvadrat bərabərdir 0,7-nin kvadratı, yəni 0,49 kvadrat metr. S tam isə bunun 9 qatıdır, yəni 0,49 vurulsun 6. O da bərabərdir. Cavab eləyir 2,94. Baxaq D variantına. S kvadrat bərabərdir 1,2-nin kvadratı
Yəni 1 tam %44. S tam isə bunun 6 qatı, yəni 1 tam %44 vurulsun 6-dır. O da bərabərdir 4, 2 yadda, 6, 2 yadda, 8 tam %64 kvadrat santimetr. Keçək 3-cü tapşırığa. Səthinin sahəsi verilmiş kubların tilinin uzunluğunu tapın, cavabı yoxlayın. Deməli, nümunədə də bizə bir kub verilib, amma kvadratının tərəfi verilmir. Sadəcə S tam verilir. Biz də S tamı 6-ya bölürük. Bir kvadratın sahəsini tapırıq. Daha sonra da hansı ədədin kvadratı olduğunu tapırıq. Yəni biz tərəfi, tilinin uzunluğunu tapmağa çalışırıq. Baxaq A variantına. Deməli, bizim A tamımız bu kub üçün 6 metr kvadratdır. Amma biz S tamı tapmaq üçün kvadratın sahəsini 6-ya vururduq da, elə deyil. İndi S kvadratı tapmaq üçün S tamı 6-ya bölürük. Bölünsün 6. Burada S tamı, S kvadratı tapmaq üçün 6-nı yəni 6-ya bölürük. Cavabımız olur 1. Yəni S kvadratımız bu kub üçün 1'dir. 1 kvadrat metr. 1 kvadrat metr. İndi nəyin kvadratı 1 ola bilər sizcə? Yəni bu kvadratın tərəfi nə ola bilər? Əlbəttə ki 1. 1'in kvadratı da olacaq 1 kvadrat metr. Biz bu tilin uzunluğunu tapdıq. Cavabımız oldu 1. Baxaq B variantına. Bu kubun isə S tamı 54 kvadrat metrdir. İndi gəlin bunu 6-ya bölək. S kvadrat bərabərdir 54 bölünsün 6. Bərabərdir 9 kvadrat metr. Yəni bu kvadratın sahəsi oldu 9 kvadrat metr. Nəyin kvadratı 9'dur? Əlbəttə ki 3'ün. Burada da oldu tilimiz. Yəni kvadratın bir tərəfi, kubun üzünün bir tərəfi oldu 3. Cavabımız oldu 3. Baxaq C variantına. Deməli burada da S tamımız verilib 96. S kvadratı tapmaq üçün 96'nı bölürük 6'ya. Cavabımız olur 16. Yəni kubun bir tərəfinin sahəsi olur 16 kvadrat santimetr. 16 da nəyin kvadratıdır? Əlbəttə ki 4'ün. Burada da tilimizi 4 tapdıq. Cavabımız olur 4. Baxaq yenə də öyrənmək hissəsinə. Kuboidin səthinin sahəsi. Kuboidin qarşı üzləri cüt-cüt konkret düzbucaqlardır. Yəni qarşılıqlı olan üzləri eyni düzbucaqlılardır. Bu düzbucaqların sahələrini toplamaqla kuboidin tam səthinin sahəsini tapmaq olar. Yəni hər bir üzün sahəsini biz tapırıq. Bu üzün, bu üzün və bu üzün. Hər birini 2'yə vurub. Çünki axı 2 dənədir qarşılıqlı olan üzlərdən. Hər biri eynidir. Toplamağa ehtiyac yoxdur. Birbaşa 2'yə vururuq hər bir üzünü, fərqli olan 3 üzünü 2'yə vururuq və toplayırıq. Beləliklə də kuboidin səthinin sahəsini alırıq. Konkret üzlərin, baxın dediyim kimi, konkret üzlərin hər cüsündən birinin sahəsini 2'yə vurub, alınan hasilləri toplamaqla da kuboidin tam səthinin sahəsini tapmaq olar. Yadda saxla hissəsinə də baxaq. Tilləri ABC olan kuboidin səthinin sahəsini bu düsturla hesablamaq olar. S tam bərabərdir 2 vurulsun A vurulsun B, üzərinə gəlsin 2 vurulsun B vurulsun C, üzərinə gəlsin 2 vurulsun A vurulsun C. Yaxud da ki 2 vurulsun. Elə bil müxtəlif olan hər birini toplayırıq mötərizənin içərisində. Məncə bu düstur daha əlverişlidir. Mən deyərdim ki bundan istifadə edin. Baxaq 4-cü tapşırığa. Kuboidin tam səthinin sahəsini, onun üzlərinin sahələri cəmini tapmaqla və düstura əsasən hesablayın. Nümunədə də bizə bir kuboid verilib və onun 2 dəfə sahəsi tapılıb, S tamı tapılıb. Nəyə görə? Çünki hər iki düsturdan istifadə olunub, amma biz təbii ki də daha səmərəli olandan istifadə edəcəyik, yəni ikinci düsturda. Başlayaq A variantından. A variantında bizim kuboidimizin müxtəlif tərəfləri nədir? 5, 2 və 8. Gəlin düsturu tətbiq edək. Düsturumuz nə oldu? S tam bərabərdir 2 vurulsun hər bir müxtəlif üzlər. Üzlərin hasilinin cəmləri. Yəni A vurulsun B, üzərinə gəlsin A vurulsun C, üzərinə gəlsin B vurulsun C. Hər bir müxtəlif üz bir-birinə vuruldu. Bərabərdir. İndi gəlin rəqəmləri yerinə qoyaq. 2 vurulsun. Gəlin A, B və C-ni adlandırın, çünki başınız qarışa bilər. Gəlin A-ya deyək 5, B-yə deyək 2 və C-yə deyək 8. A və B-miz nədir? 5 vurulsun 2. Üzərinə gəlsin. A və C nədir? 5, 8. 5 vurulsun 8. Üzərinə gəlsin. BC nədir? 2 vurulsun 8. Aha. 5 vurulsun 2, 10. 5 vurulsun 8, 40. 2 vurulsun 8 də 16. Bunların cəmi nə olur?
olur 66. 2-ni də 66-ya vuranda olur 132. S-tamımız oldu 132 A variantında. İndi gəlin baxaq B variantına. Burada isə kuboidimizin A, B və C-si 9, 4 və 6-dır. Gəlin adlandıraq. A bərabərdir 9, B bərabərdir 4 və C də bərabərdir 6. S-tam bərabərdir 2 vurulsun. A və B nədir? 9, 4. 9 vurulsun 4, üzərinə gəlsin. A və C nədir? 9 vur 6. Üzərinə gəlsin. B və C nədir? 4 və 6. 4 vurulsun 6. Bərabərdir. 36, üzərinə gəlsin 54, üzərinə gəlsin 24. Burada cəmimiz nə olur? 60-ın üzərinə 54 gələndə olur 114. Yəni 2 vurulsun 114. S-tamımız da oldu 228. Baxaq C variantına son olaraq. Yox, C variantı yoxdur. Baxaq 5-ci tapşırığa. Kuboidin tam səthinin sahəsini tapın. Yenə də eyni üsulla tərəfləri A, B, C deyə adlandırırıq və düsturu tətbiq edirik. Gəlin düsturumuzu yazaq əvvəl. S-tam bərabərdir 2 vurulsun A vurulsun B, üzərinə gəlinsin A vurulsun C, üzərinə gəlinsin B vurulsun C. Və mütləq bu düsturu əzbərləməlisiniz və yəqin ki bilirsiniz. Başlayaq A variantından. A-nı, B-ni və C-ni adlandıraq. A-ya deyək 3, B də 3-dür və C isə 8-dir. S-tam bərabərdir 2 vurulsun. A-mız nədir, B-miz nədir? 3 vurulsun 3, üzərinə gəlsin A və C 3 və 8-dir. 3 vurulsun 8, üzərinə gəlsin B vurulsun C, yəni 3 vurulsun 8. Bərabərdir. 9, 24, 24. 24-ləri topladıq oldu 48. 9-un üzərinə 48 olur 57. 2 vurulsun 57, o da bərabərdir 114. A variantında S-tamımız oldu 114 kvadrat metr. Baxaq B variantına. B variantı. A bərabərdir 4, B bərabərdir 3, C isə bərabərdir 10. S-tam bərabərdir 2 vurulsun A vurulsun B, üzərinə gəlsin A vurulsun C, üzərinə gəlsin B vurulsun C. Bərabərdir 12, üzərinə gəlsin 40, üzərinə gəlsin 30. Olur 82. 2 vurulsun 82 də bərabər olur 164-ə. B-mizin S-tamı isə 164 kvadrat santimetrdir. Baxaq C variantına. A bərabərdir 7, B bərabərdir 2, C də bərabərdir 3. S-tam bərabərdir 2 vurulsun A vurulsun B, üzərinə gəlsin A vurulsun C, üzərinə gəlsin B vurulsun C. Bərabərdir 14, 21 və 6. 35-in də üzərinə 6 gələndə olur 41. 2 vurulsun 41 də olur 82 kvadrat santimetr. Yəni C-mizin də tamı oldu 82. Son olaraq gəlin D variantına baxaq. A bərabərdir 8 mm, B bərabərdir 5 mm, C isə bərabərdir 9 mm. S tam da bərabərdir 2 vurulsun A vurulsun B, A vurulsun C, üzərinə gəlsin B vurulsun C. Bərabərdir 40, üzərinə gəlsin 72, üzərinə gəlsin 45. 85-in də üzərinə 72 gələndə olur 167. 167-yi də 2-yə vuranda 2 vurulsun 167 olur 4, 1 yadda 3, 1 yadda 3. 334 kvadrat millimetrdə D-nin S-tamı oldu. Sizə 6-cı tapşırığa. Fiqurları tam səthinin sayısı böyükdən kiçik olmaqla sıralayın. Yəni əvvəlcə fiqurların hər birinin S-tamını tapırıq, daha sonra da böyükdən kiçiyə sıralayırıq. Yəni hər bir fiqura bir rəqəm verək. Birinci, ikinci, üçüncü və dördüncü. Birincinin S-tamı. S-tam bərabərdir A 4'tür, B 4'tür, C də 4'tür. S-tam bərabərdir 2 vurulsun 4 vur 4, üzərinə gəlsin 4 vur 4, üzərinə gəlsin 4 vur 4. 16, 3 16'ya vururuq. Olur 54, 54'ü də 2'yə vururuq.
estamımız olur 108. Birincinin estamı oldu 108. İkinci estam bərabərdir. A'sı 3'dür, B'si 2'dir, C'si də 9'dur. 2 vurulsun. A vurulsun B, üzerine gelsin A vurulsun C, üzerine gelsin B vurulsun C. Bərabərdir. 6, 27 ve 18. 33, 33'ün üzerine de 18 gələndə olur 51. Aha, 51'i de 2'ye vururuq, olur 102. İkinci estamımız da oldu 102. Yani üçüncü estamımızı tapaq. Bərabərdir. Üçüncüdə A'mız, B'miz ve C'miz de her biri 5'ti. 5 metrdir. 2 vurulsun. A vurulsun C, A vurulsun B, A vurulsun C ve B vurulsun C. 25'i 3'e vururuq, olur 75. 75'i de 2'ye vururuq, olur 150. Üçüncü estamımız da oldu 150. Son olarak dördüncü estamımızı tapaq. A'mız 7'dir, B'miz 3'dür ve C'miz de 5'dir. 2 vurulsun. A vurulsun B. Üzerine gelsin A vurulsun C. Üzerine gelsin B vurulsun C. Bərabərdir. 21'in üzerine 35 ne eləyir? 56. 56'nın da üzerine 15 gələndə olur 71. 71'i de 2'ye vururuq, olur 142. Aha. Ve bizden sayısını böyükdən kiçiyə, en birinci böyük yazırıq, daha sonra kiçik olmaqla hesablayırıq. En böyük 150'dir, yani 3-cü estam. Daha sonra 4-cü estam. Daha sonra birinci, en son ikinci. Birinci ve ikinci. Cevabımız oldu 3, 4, 1, 2. 3, 4, 1, 2. Keçək 7-ci sual. Vahid kublardan düzəldilmiş fiqurun görünüşlərinə əsasən tam səthinin sahəsini tapın. Bizdə fiqur verilib, üstdən, altdan və yanlardan onun görünmə forması verilib. Həllində isə əvvəl üstdən, altdan, ən son yanlardan olan vahid kvadratların sayını tapırıq. Sonda hamısını toplayırıq və tam səthinin sayısını tapmış oluruq. Görüntü formasında hər birində A'da da B'də də verilib deyə başlayaq. Üstdən neçə kvadratdır? 1, 2, 3, 4, 5. 5. 5 vahid kvadrat. 5 vahid kvadrat. Alttan da yenə də 5. 5 vahid kvadrat. Yanlardan 3, 3, 2, 2. 3, üzerine gelsin 3, üzerine gelsin 2, üzerine gelsin 2. Yani 10 vahid kvadrat. Her birini topladıqda isə tam səthinin sayısını alırıq. Yəni S tam bərabərdir 5, üzerine gelsin 5, üzerine gelsin 10, bərabərdir 20 vahid kvadrat. Bu olur tam səthinin sahəsi. Keçək B'yə. Üstdən 3 kvadrat, 3 vahid kvadrat. Altdan 3 vahid kvadrat. Yanlardan ise 4, üzerine gelsin 4. 4, üzerine gelsin 4, üzerine gelsin 2 ve 2. 2 ve 2. 12 vahid kvadrat. S-tamı da tapmaq üçün hər birini toplayırıq. S-tam bərabərdir 3, üzerine gelsin 3, üzerine gelsin 12. Bərabərdir 18 vahid kvadrat. Baxaq 8-ci tapşırığa. Vahid kublardan düzəldilmiş fiqurun tam səthinin sayısını tapın. Yenə də üstdən, altdan və yanlardan görüntüsünü çəkməliyik artıq. Daha sonra da hər birini toplayıb tam səthinin sayısını tapmalıyıq. Başlayaq A variantından. Üst. Neçə kub görürük? 3. Düz deyil. Üstdən baxdıqda 3 kub görürük. 3 vahid kvadrat. Alt. Altdan da həmçinin 3 vahid kvadrat. Yanlardan. Gəlin birinci öndən baxaq bu hissədən. Neçə kvadrat görürük? 1 və 2. Yanlardan 1. Birinci yan. 2 vahid kvadrat. İkinci yan. Gəlin indi bu tərəfdən baxaq. 1, 2. Yenə də 2 vahid kvadrat. 2 vahid kvadrat. Gəlin digər tərəfdən, arxadan baxaq. Arxada neçə kvadrat var? 2 də düz deyil, 1, 2. Yenə də üçüncü tərəfdə 2 vahid kvadrat.
Gəlin son tərəfdən baxaq. Baxın. 1, 2. Yenə də 2 vahid kvadrat. 2 vahid kvadrat. Gəlin indi hər birini toplayaq. S tam bərabərdir 3, 3, 2. Yox. Gəlin birinci S yanı tapaq. S yan bərabərdir 2 üzərinə gəlsin. 4 ədəd 2-də. 2-ni vuraq 4-ə. Olsun 8. Bizim S yanımız oldu 8. İndi gəlin S tamı tapmaq üçün üst 6 və yanı toplayaq. 3 üzərinə gəlsin 3, üzərinə gəlsin 8. Bərabərdir. Olur 14. S tamımız A variantında oldu 14. S bərabərdir 14. İndi gəlin keçək B variantına. Üst. Üstdə biz neçə kub görürük? Üstdən baxdıqda 1, 2, 3. Üstdə yazırıq 3 vahid kvadrat. İndi gəlin alta baxaq. Altdan baxdıqda yenə də 1, buradan bunun altı 2 və 3. Adətən üst və alt onsuz eyni olur. Adətən yox, həmişə. Alt 3 vahid kvadrat. Yan 1. Gəlin bu yandan baxaq. Neçə kvadrat görürük? 1, 2, 3, 4. 4 vahid kvadrat. Bu yandan baxaq. 1, 2, 3. 3 vahid kvadrat. İkinci yan. 3 vahid kvadrat. Bu yana baxaq. 1, 2 və bunun digər tərəfi, yəni 3 vahid kvadrat. Üçüncü. 3 vahid kvadrat. Və dördüncü. Gəlin buradan baxaq. 1, 2, 3 və 4. Bunun bu hissəsi. Bu kvadratın digər tərəfində olan kvadratın bu hissəsi. Yəni burada da biz 4 kvadrat görürük. 4 vahid kvadrat. İndi gəlin yanı tapaq. S yanı. S yan. 4 bir yanı toplayaq. 4 üzərinə gəlsin 3. 3 və 4. Bərabərdir. 8-in üzərinə 6, 14 vahid kvadrat. İndi gəlin S tamı tapaq. S tam bərabərdir 6 üzərinə gəlsin üst. 3 üzərinə gəlsin 3. Bərabər üstə gəl 14. 14-ün üzərində də 6 olur 20 vahid kvadrat. Yəni B variantında cavabı oldu 20. İndi keçək C variantına. İndi gəlin bir nəticəyə varaq. Əgər gördünüzsə, alt və üst vahid kvadratlar bərabər oldu. Amma baxın, bu nümunələrdə də verildiyi kimi hər 2 yandan, hər 4 yandan ikisi bərabərdir. 3 yan, 2 yan. Baxın, 4 yan, 2 yan. Yəni qarşılıqlı üzlərdən baxan yanlar, məsələn, bu yandan bu yan bərabərdir, bu yanla da bu yan bərabərdir. Yəni iki yanlar bir-birinə bərabərdir. Hər birini xüsusən tapmağa ehtiyac yoxdur. Bir yan bu yanı tapırıq, bir də ona perpendikulyar olan bu yanı tapırıq. Daha sonra hər birini 2-yə vura bilərik. Digər variantlarda artıq bu şəkildə hesablayacağıq. B-də də olacağımız 20 vahid kvadrat. Baxaq C-yə. C variantı. Üst, alt. Üstdən baxdıqda neçə kubdur? 1, 2, 3, 4. 4 vahid kvadrat. Altdan baxdıqda da həmçinin 4 vahid kvadrat. İndi gəlin yanlara baxaq. Birinci yan. Bu oldu birinci yan. Gəlin buradan baxaq. Neçə kvadrat kubu görürük? 1, 2, 3, 4. 4 vahid kvadrat. İndi gəlin buna perpendikulyar olana baxaq. Yəni bu hissədən. Neçə kvadrat görürük? 1, bunun bu tərəfi, 2 və 3. Yəni bu hissə və bu hissə. Oldu 3 kvadrat. İkinci oldu 3 vahid kvadrat. Və yenə də 3 və 4 də eyni ilə bunlar olacaq. 4-ün eynisi 4 vahid kvadrat. 4-də 2-nin eynisi, yəni 3 vahid kvadrat olacaq. İndi gəlin S-yanı tapaq. S-yan bərabərdir. 4 vurulsun 2, üzərinə gəlsin 3 vurulsun 2. 8-in üzərinə 6 gələndə neçə edir? 14 vahid kvadrat. İndi gəlin S-tamı tapaq. Alt və üst bərabərdir. 4 vurulsun 2, üzərinə gəlsin yan, yəni 14. 14-ün də üzərinə 8 gələndə olur 22 vahid kvadrat. D-nin də cavabı oldu 22. Keçək D variantına. S bərabərdir 22. Aha. D variantında alt, üst.
Aha. Gəlin üstdən baxaq. Neçə kub görürük? 3. 3 vahid kvadrat. Üstdə həmçinin. Ha, alta baxdıq. Üstə baxdıq, altda həmçinin. 3 vahid kvadrat. İndi gəlin yanlara baxaq. Yan 1, 2. Bu hissə və bu hissə bərabər olduğu üçün gəlin bu hissəyə baxaq. 1, 2, 3, 4 kvadrat görürük. 4 vahid kvadrat. 1 və 2. 4 vahid kvadrat, 4 vahid kvadrat. İndi gəlin 3 və 4-ə baxaq. 3 və 4. Bu hissə və bu hissə. 1, 2, 3, 4. Yenə də 4 vahid kvadrat və 4 vahid kvadrat görürük hər ikisində. Bu hissədən də baxanda, bu hissədən də baxanda. Bu dəfə yanların hər biri bərabər oldu. Yəni 4-ü 4-ə vuracağıq artıq S yanı tapanda. Çünki 4 yanımız var və hər biri 4 vahid kvadratdır. 4 vurulsun 4. S yanı tapdıq 16. S tam da bərabərdir 6 və üst. Yəni 3 vurulsun 2, üzərinə gəlsin 16. 6-nın da üzərinə 16 gələndə olur 22. D variantının da cavabı oldu 22 vahid kvadrat. Baxaq Y-yə. Baxaq Y variantına. Y variantı üst və alt. Aha, gəlin üstdən baxaq. Nə qədər kub görürük? 1, 2, 3, 4. 4 kvadrat görürük. Altdan baxanda da həmçinin. 4 vahid kvadrat, 4 vahid kvadrat. İndi gəlin yanlara baxaq. Yanlardan birinci və ikinci yan. Bu yanlar. 1, 2, 3, 4. 4 kvadrat görürük hər ikisində. 4 vahid kvadrat, 4 vahid kvadrat. Gəlin 2, 3-cü, 4-cü yanlara baxaq. Aha. Yəni bu yanlara. 1, 2, 3, 4. Yenə də 4 vahid kvadrat görürük. 4 vahid kvadrat, 4 vahid kvadrat. İndi gəlin S yanı tapaq. Hər biri 4 olduğu üçün 4-ü yenə də 4-ə vururam. S yan olur 16 vahid kvadrat. S tamı tapanda isə alt və üstlə yanı toplayıram. Yəni 4 vurulsun 2, üzərinə gəlinsin 16. 8-in də üstünə 16 gələndə olur 24. Cavabımız oldu 24 vahid kvadrat. Keçək 9-cu tapşırığa. Kuboidlərdən düzəldilmiş fiqurun səthinin sahəsini tapın. Nümunədə də həmçinin bizə 2 fərqli fiqur verilib, amma birləşdirilmiş. Biz bunları ayrı-ayrılıqda dəyərləndirib səthinin sahəsini tapırıq, daha sonra da toplayıb cavabı alırıq. A variantına baxaq. Burada birləşdirilmiş 2 kub var. Böyük kubun tərəfi 4 metrdir. Böyük kubun tərəfinin, yəni kvadratın tərəfi 4 metrdir. Kiçiyin isə 2 metrdir. Gəlin böyük kubun birinci S kvadratını tapaq. S kvadrat bərabərdir 4-ün kvadratı, yəni 16. Bu S böyük kubundur. Gəlin bunun S tamını tapaq. Böyüyün. Bərabərdir 16-nı da 6-ya vururuq. Olur 96. Bu oldu bizim böyük kubumuzun S tamı. İndi gəlin kiçiyə baxaq. S kiçiyin kvadratı, S kvadratı. 2-nin kvadratı 4 kvadrat metr. İndi gəlin bunun S tamını tapaq. S tamını da tapmaq üçün 4-ü vururuq 6-ya, olur 24. Və bunları da toplayırıq. 24 üzərinə gəlsin 96 bərabərdir 120. Cavabımız oldu A variantında 120. Keçək B variantına. Burada artıq bir kuboid və bir kubun birləşməsi verilib. Gəlin birinci kuboidi hesablayaq. Kuboidin düsturu nə idi? S-dan bərabərdir 2 vurulsun. Gəlin bu A olsun, bu B olsun, bu da C olsun. A vurulsun B. A vurulsun B, yəni 3 vurulsun 4, üzərinə gəlsin A vurulsun C, yəni 3 vurulsun 2, üzərinə gəlsin də B vurulsun C, yəni 4 vurulsun 2. Bərabərdir 12, üzərinə gəlsin 6, üzərinə gəlsin 8. 2 vurulsun 26 da olur 52. Bu kuboidin sayısı oldu 52. İndi gəlin kiçik kubun sahəsini tapaq, tam səthinin sahəsini. S birinci kvadratı tapaq, yəni 1-in kvadratını. Çünki bir tərəfi 1-dir, tili 1-dir. 1-in kvadratı bərabərdir 1. İndi gəlin S tamını da tapmaq üçün bunu vururuq 6-ya. 1 vurulsun 6 bərabərdir 6 kvadrat santimetr. Kiçik kubumuzun da sahəsi oldu 6. 52-nin də üzərinə 6 gələndə B-mizin də cavabı olur 58. Keçək C variantına.
S-də isə 2 kuboid birləşdirilib. İndi gəlin kiçiyinin S tamını tapaq. Kiçiyinin S tam bərabərdir. A3 olsun, B1 olsun, S-də 2 olsun. S tam bərabərdir. 2 vurulsun, A vurulsun, B3. Üzərinə gəlsin, A vurulsun, S6. Üzərinə gəlsin, B vurulsun, S, yəni 2. Bərabərdir. 2-ni də 11-ə vuranda olur 22. Yəni kiçik kuboidimizin S tamı oldu 22. İndi gəlin böyük kuboidi hesablayaq. S tam bərabərdir. A olsun 4, B olsun 6, C də olsun yenə də 4. 2 vurulsun, A vurulsun, B 24. Üzərinə gəlsin, A vurulsun, S 16. Üzərinə gəlsin, B vurulsun, C, yəni 24. 24. Bərabərdir. Mötərizəni toplayaq. 48-in üzərinə 16 gələndə 64. 64-ü də 2-yə vuranda olur 128. Cavabı da tapmaq üçün 128. Üzərinə gəlsin 22. Cavabımız da oldu 150. Keçək 10-cu tapşırığa. Şəkildəki kuboid formalı akvariumun yalnız yan üzləri şüşədən hazırlanıb. Onun ön üzünün sahəsi 2000 kvadrat santimetrdir. Bu akvariumu hazırlamaq üçün neçə kvadrat santimetr şüşə lazımdır? Şüşənin bu hissəsi 2000 kvadrat santimetrdir bu hissə. Və bizə iki hissəni verib. Sadəcə bu hissə, bu tili verməyib, iki tili verib. Gəlin A-ya 50 deyək, B-yə isə 30 deyək. Və S-ni tapmağa çalışaq. S-ni. 2000 sahə bu hissəni, ön hissə, şüşənin ön hissəsini 2000 kvadrat santimetr olduğunu deyir. Və bu hissədə 50 santimetr verib bizə. Bu hissə 50 santimetrdir. Tili tapmaq üçün də 2000-i biz 50-yə bölməliyik. Gəlin 2000-i 50-yə bölək. Bölünsün 50. Sıfırlar gedir. 200-ü də 5-ə böləndə olur 40. Və S-mizi də 40 tapdıq biz. Gəlin bura yazaq 40. Bu akvariumu hazırlamaq üçün neçə kvadrat santimetr şüşə lazımdır? Şüşə hansı hissələr şüşədən hazırlanıb? Ön hissə, eyni sahədə olan arxa hissə və yan hissələr. Yan hissələrin də sahələri bərabərdir. İndi biz iki hissəni bilirik. Əgər ön şüşə 2000 kvadrat santimetrdirsə, arxa hissə də 2000 kvadrat santimetrdir. Yəni 4000 cibdədir. Biz bilirik ki, ön və arxa hissə ümumi 4000 kvadrat santimetr şüşə tələb olunur. İndi gəlin yanları tapaq. Hündürlük 40 santimetrdir, oturacaq isə 30-dur. S bərabərdir 40 vurulsun 30 olur 1200. Yəni bir yanımızın sahəsi oldu 1200 kvadrat santimetr. Digər yanımız da 1200 kvadrat santimetrdirsə, gəlin yanları, ümumi yanı tapmaq üçün 1200-ü vuraq 2-yə. O deyilir 2400. Bu oldu ön və arxa hissə. Yanlar isə oldu 2400 kvadrat santimetr. Ümumi nə qədər kvadrat santimetr şüşə lazım oldu onu tapanda biz bunları toplayırıq. Cavabımız da olur 6400 kvadrat santimetr. Keçək 11-ci tapşırığa. Taxta sexində hazırlanan qutunun eni 20 cm, uzunluğu 40 cm, hündürlüyü isə 30 cm-dir. Bu qutunun bütün səthi naxışlı kağızla bəzədilir. 20.000 kvadrat santimetr bəzəkli kağızda ən çox neçə belə qutunu bəzəmək olar? Biz burada kuboidin tam səthinin sahəsini tapmalıyıq, yəni S tamını. Daha sonra da ümumi bəzəkli kağızın sahəsini, yəni 20.000 kvadrat santimetri bu kuboidin sahəsinə bölürük ki, görək nə qədər hədiyyə qutusunu bəzəmək olar. Gəlin 30-a A deyək, 40-a B deyək, 20-yə də C deyək və S tamı tapaq. S tam bərabərdir. 2 vurulsun, A vurulsun B 1200, üzərinə gəlsin, A vurulsun C 600, üzərinə gəlsin, B vurulsun C, yəni 800. 1200-ün üzərinə 800, 2000, 2600. Mötərizənin içi olur 2600. 2600-ü də 2-yə vuranda olur 5200. Bizim S tamımız oldu 5200. Ümumi bəzəkli kağızımız isə 20.000 kvadrat santimetrdir. Gəlin 20.000-i də 5200-ə bölək. 20.000 bölünsün 5200. 2 sıfırı ixtisar eləyək. 200-ü gəlin 52-yə bölməyə çalışaq. Əgər bu 52 yox, 50 olsaydı 4 dəfə tam bölünəcəkdi də, düz deyil. Amma artıq 52-dir. Ona görə 4 dəfə yox, sadəcə 3 dəfə bölünəcək. Nə qədər eləyir? 156. 200-dən də 156-nı çıxanda bizim
Nə qədər qalığımız qalır? 44 santimetr kvadrat bizim qalığımız qalır. Yəni bu 20.000 kvadrat santimetr bəzəkli kağızla biz 3 belə kuboid formalı hədiyyə qutusunu bəzəyə bilərik. Keçək 12-ci son tapşırığımıza. Düzbucaqlı paralellepipeddən tili 10 sm olan kub kəsilib ayrıldı. Birinci sualda soruşulur, alınan fiqurun səthinin sahəsi nə qədərdir? Alınan fiqur dedikdə artıq biz bu kubu kəsib çıxartmışıq. Bu qalan fiquru nəzərdə tutur. Alınan fiqur dedikdə. Biz də bunun səthinin sahəsini necə tapırıq? Bu fiquru biz iki yerə ayırırıq. Kuboid və kub olaraq. Bir kuboid və bir kub olaraq. Bunların hər birinin səthinin sahələrini birinci tapırıq. Daha sonra toplayırıq. Daha sonra biz axı kvadratı tapdıqda bu üzünün, baxın bu üzünün də sahəsinin üzərinə gələcək. Daha sonra kuboidinin də bu hissəsi var. Normalda bu fiqurlar birləşdiyi üçün o hissələr səthin sahəsinə daxil olmalı deyil. Amma biz topladıqda daxil olmuş olacaq. Ona görə də həm kubun bir üzünün, həm də kuboidin bu hissəsinin, yəni elə bil ora iki eyni fiqur daxil. Yəni kubun bir üzünün sahəsini tapacağıq, ikiyə vuracağıq və ümumi cəmdən biz onu çıxacağıq. Gəlin tapaq. Və mən bu hissənin, bu kuboiddir onsuz da, bu bizə məlumdur. Bu fiqurun kub olduğunu mən hardan bilirəm? Axı ayrılan, kəsib çıxarılan kubun tilləri 10'dur. Baxın, əgər bura 10'dursa, bu kub buradan çıxarılıb axı. Burada 10'dur. Və mənə bu tili 10 verib. Deməli, burada 10'dur. Baxın, bir artıq üzü 10'dur. Gəlin, fiqurun bu hissəsinə baxaq. Bu uzunluğu fiqurun 20'dir. Bura isə 30'dur. Bu kubun bütün tillərinin axı uzunluğunu 10 verib bizə. Deməli, burada 10'dur. Və bu kub buradan çıxarılıb axı. Deməli, bu hissə də 10'dur. Əgər bu hissənin ümumi uzunluğu, bura əsaslanaraq deyirəm, 20'dirsə və bundan 10 çıxarılıbsa, deməli, bu hissənin də uzunluğu 10'dur. 20'dən bu 10'u çıxıram və buranın uzunluğunu tapıram, yəni 10 tapıram. Əgər bura 10'dursa, burada 10'dursa, burada 10-10 formalı bir kvadratdır. Burada həmçinin. Əgər iki hissə artıq bərabərdirsə və mən buranın da 10 olduğunu bilirəm, burada 10'dur. Artıq bizə məlumdur ki, bu fiqurda kubdur. İndi gəlin birinci kubun sahəsini tapaq. Kubun tili nədir? 10-10. Gəlin birinci s kvadratı tapaq, yəni 10'un kvadratını. Eləyir 100 kvadrat santimetr. S-tamı da tapmaq üçün bunu vururuq 6'ya. Yəni 600. Kubu tapdıq, kubun S-tamını. İndi gəlin kuboidinkini tapaq. Kuboidin A-sı, B-si, C-si nədir? Gəlin A-ya 20 deyək, B-yə 30 deyək, C-yə isə 10 deyək. Və hesablayaq. S-tam bərabərdir. 2 vurulsun. A vurulsun B. 600. Üzərinə gəlsin A vurulsun C 200. Üzərinə gəlsin B vurulsun C 300. Mötərizənin içi eləyir 1100. Bunu da 2'yə vurduqda 2200. Kuboidin də S-tamı oldu 2200. Amma mən nə dedim? Bu kubun bir tərəfi axı bizdə 2 dəfə özdə hesablanıb. Bir kuboidin üzərində, bir kubun üzərində. Amma o S-tamın daxilində olmalı deyil. Çünki fiqurun bir səthi buradır. Ora kubun səthinə daxil deyil. Yəni mən nə dedim? Kubun bir tərəfini tapırıq. S kvadrat nə oldu? 100. Onu 2'yə vururuq. Çünki həm kubun üzərində, həm də kuboidin üzərində biz o sahəni hesabladıq. Amma hesablamamalıyıq. Bir tərəfi tapırıq 100. Onu 2'yə vururuq. Çünki 2 dəfə hesabladıq. 200. Və ümumi sahədən çıxırıq. 2200 çıxılsın 200. S-tam da oldu. Bu alınan fiqurun səthinin sahəsi 200. 2000 daha doğrusu. Yəni birinci sualımızın cavabını tapdıq ki 2000. Digər suala baxaq. 100 kvadrat santimetr sahəni rəngləmək üçün 20 millilitr boya lazımdır. Alınan fiqurun səthini rəngləmək üçün 2 litr boya çatarmı? Deməli bizim nə qədər kvadrat santimetrimiz var? 2000. Bizim səthimizin sahəsi 2000 kvadrat santimetrdir. Bu isə deyir ki 100 kvadrat santimetri rəngləmək üçün 20 milli boya lazımdır. İndi gəlin 2000 kvadrat santimetri biz 100 kvadrat santimetrə bölək ki, biz tapaq bizə nə qədər 20 millilitr boya lazımdır. 2000 bölünsün 100 bərabərdir.
Sıfırlar 7, 20-ni də 1-ə böləndə olur 20. Bizə 20 ədəd, 20 millilitrlik boyalar lazımdır. Yəni 20-ni də vuraq 20 millilitrlik boyaların sayına. Yəni bizə neçə millilitr boya lazımdır? 400. 400 millilitr boya 2 litrin içində var. Çünki 2 litr boya neçə millilitr boyadır? 2000. Yəni bəli, çatar. Burada cavabımız olur, çatar. Onlayn və əyani dərslərə qoşulmaq istəyirsinizsə əgər, fərdi və qrup şəklində fərqi yoxdur, rəylər bölməsində bildirə bilərsiniz. Sağ olun.